Çətin şəraitdə böyümüşük. Ailəmizin imkanları az olub. Sadəcə mənim yol pulumu verirdilər. Səhər gəlim, axşam getmək pulumu. Biz hardasa özümüzdə bir inanırdıq ki, bəlkə harasa bir bukletimizi qoysaq, oradan bir müştəri götürüb bizə zəng edər. Həmin zamanlar mənə arzum var idi ki, ilahi deyirəm ki, görəsən mənim nə zamansa belə bir şirkətə, belə bir komandaya sahib ola bilərəm. Mənim adım Agül Ömərli, Smart Control şirkətinin rəhbəriyəm. Bizim fəaliyyətimiz Azərbaycan bazarında ağıllı evlərin, binaların avtomatlaşdırılmasından ibarətdir. Biz mənzilləri ağıllı edərək, binaları ağıllı edərək Azərbaycanda əmlak sektoruna, evlərə yeni bir nəfəs gətirmişik. Yəni bu günlər mən çətin işlərdən biri də deyərdim ki, texnologiya şirkətini idarə etmək, qurmaqdır. Çünki texnologiya şirkətini idarə etmək üçün onun arxasında çox yaxşı güclü bir komandamız olmalıdır, güclü bir kollektivimiz olmalıdır, özümüzün bundan bağlı çox yaxşı təcrübələri olmalıdır. Təbii ki, biz bugünkü yerə bu gün ərzində gəlib çıxmamışıq. Mən bu yola 2014-cü ildən bəri başlamışam. İlk başladığımız vaxtlarda demək olar ki, şirkətdə fəaliyyətidir, smart texnologiyalardır, ağıllı ev sistemləridir. Ümumiyyətlə insanların digital transformasiyaya marağı o qədər də böyük deyildi. Həmin zamanlarda insanlar artıq yeni mobil telefonlardan istifadə edirdilər, yeni belə deyək ki, innovativ texnologiyalardan tanış olurdular. Amma zaman nisbətində bunlar artıq dəyişməyə başladı. Ümumiyyətlə demək istəyirəm ki, bugün Azərbaycanda sahibkar olmaq sadəcə bir dəlilikdir. Yəni, əgər sahibkar olmaq istəyirsiniz, yola çıxmaq istəyirsinizsə, siz çox dəli qərarlar vermək məcburiyyətindəsiniz. Çünki bilirsiniz, ümumiyyətlə sahibkarlıq çox çətin məsələdir. Çünki dünyada cəmi 1,2% sahibkar var. Yəni, bu adamlar cəsarət edə bilən, yol ala bilən, yola çıxa bilən adamlar. İnsanın səhər hər gün özündən qarşılaşdığı bir yer var, güzgü. Biz dedik ki, güzgüləri daha da gözəlləşdirək ki, qoy sizə gözəl komplimentlər deyir, sözlər deyir, necə geyinmək lazımdır, necə keçinmək lazımdır, hara getmək lazımdır, qonaqlarınız, dostlarınız, bütün hər şeyi güzgü sizə xatırladır. Bizim işimiz Azərbaycanda ağıllı evlərdir, ağıllı evlərin qurulmasına həyata keçirməkdir. Çox çətin sahədir, çox çətinliklə və uzun zaman ərəfəsində biz bu sahəni Azərbaycanda genişləndirə bilmişik, təşviq edə bilmişik və insanların belə deyək də həyat tərzinə çevirə bilmişik. Biz insanlardan fikirlərini heç vaxt soruşmadıq, çünki biz öz seçdiyimiz yolu doğru yol bilmişik və bunun əsasında hərəkət eləmişik. Hər zaman mənim yadıma Henry Fordun bir dənə qəşəng bir sözü düşür. Deyir ki, mən insanlardan əgər fikirlərini soruşası olsaydım, onlar mənə deyərdilər ki, gəlin biz atları daha sürətli edək, nəinki avtomobil yaradaq. Yəni, bax, bu günlərin bizim işimiz də belədir. Biz zaman çərçivəsində insanlardan fikirlərini soruşanda, onlara deyəndə ki, biz ağıllı ev texnologiyaları tətbiq edəcəyik, evlərinizi ağıllı olacaq, uzaqdan idarə edəcəksiniz, mobil tətbiq üzərinə idarə edəcəksiniz, evinizdə qaz